Salam gözəl insanlar. Gəlin bugün bir yerdə qazan biskviti hazırlayaq. Bunun üçün bizə lazım olan ingredientlər ekranda görürsünüz. Təmiz, quru, boşqaba yumurtanı əlavə edirik. Sonra da şəkər tozu əlavə edib yaxşıca mikserlə qarışdırırıq. Unun üzərinə vanilin qabartma tozu salıb yaxşı qarışdırırıq. Həmin qarışımı etap-etap mikserlə də qarışdırırıq. Gözəl insanlar, bu əsnada ən əsası qazanın alüminium olması. Başqa qazanda bu biskvit bişirilmir. Qazanın diametri 35 santimdir. 2 saat qapağı qaldırmadan biz bu biskviti bişiririk. Bu biskvitin fırında bişirən biskvitdən çox böyük fərqi var. Gözəl insanlar, sizin xahişinizi nəzərə alaraq mən bu biskviti hazırladım. Bəyənib rəy yazsaz çox sevinərəm. Sağ olun, var olun.